Siz indi feministlərə çox sağ ol deyəcəksiniz. BMT-nin belə bir qərarı var idi. İlkin draft versiyası, ilkin versiyasında yazılmışdı ki, hər bir uşağın anaya ehtiyacı var və bizim məhkəmələr az qala son vaxta kimi o draft versiyası istinad verərək uşaqları ana ilə saxlayırlar və indiyənə kimi bu da baş verir. Lakin sonra feministlər dedilər, bu nədir, niyə görə uşağın anaya ehtiyacı vardı, uşağın valideynlərə ehtiyacı var. Və bunu dəyişdirdilər və son rezolyusiyada BMT-nimizdə belə getdi ki, uşağın valideynlərə haqqı var. Ona görə qərbdə co-parenting deyirik də, yəni ki, hər iki valideyn himayəçilik edə bilər. Yarım il orada qalır, yarım il burada qalır, bir həftə orada qalır, bir həftə burada qalır, yəni yarım həftə orada qalır. Yəni artıq valideynlərin razılaşması əsasında uşaqlar yəni bərabər şəkildə vaxt keçirə bilir həm atası ilə, həm anası ilə. Bu sırf hüquqi perspektivindən. Sırf uşaq bağlılığı perspektivindən Erika Komissar var. Mən onu hamı izləməyi və onun kitablarını oxumağı məsləhət görürəm. O uşaq bağlılığı psixoloqudur, uşaq psixoloqudur. O deyir ki, prinsipcə 3-4 yaşına qədər uşağın adətən anasına ehtiyacı var. 4 yaşından 8 yaşına qədər atasına ehtiyac var. 8 yaşından sonra dostlarına ehtiyac var. Yəni ondan sonra da çox da vecinə deyil, ata var, yoxdur həyatda. Yəni ki, budur, plus minus.